çox yorulsan. O ömrümdə mən də bir dəfə ailəm başıma yığıb doyunca söhbət edeyim də. Məktəbdə işlərin necə gedir? İşləri düzəlir deyəsən yavaş-yavaş. Cəbiş müəllimi gördüm, deyir ikisini düzəldi, tarixdən dedi 4 alıb. Əhsən balası. O nədir elə? Krasvortdur, vulkanlar. Ana 8 hərfdən ibarət vulkan bilmirsən. 8? Yadımdan çıxıb, atandan soruş. Mana Allah o gör düz gəlir, əvvəlcə yoxla. Düzdür, bəs 11 hərfdən ibarət. Papakapetel. Dayan. Aha, düppədüz. Yaxşı, indi bu cavabları nə edəcəksən? Pioner qəzetinə göndərəcəyəm. Cavabları kim birinci göndərsə adını qəzetdə yazacaqlar. Mənə bax, bu biraz düz olmur axı. Cavabları bir yerdə tapmışıq. Mən sənin yerində olsaydım, neysə özün bilərsən. Ata, sən dezertirsən. Namik! Bu haradan gəlib sənin ağlı var? Hamı gedib davaya. Makedonun atası, Safuranın atası. Təkcə sən getməmsən. Deməli, Namik! Sən bilirsən ki, mən neft mühəndisiyəm. Mədəndə işləyirəm. Neft çıxardıram. Onu da yaxşı bilirsən ki, neft olmasa nə tank yeriyər, nə də təyyarə uçar. Bir də neftçiləri hamıdan sonra apardılar əskər. Öz də hamını birdən yox. Tək-tək. Qaxçıdan da mən də gedəcəyəm. Görünür hələlik burada daha çox lazımam. Başa düşdün? Ged yat. Bir də, bunu sənə ona görə deyirəm ki, həmişə yadımda qalsın. Əskəriyə getməyib arkada işləyən adam dezertir deyil. Dezertir o adamları deyirlər ki, yoldaşlarını dar ayaqda qoyur, ya da oradan qaçır. Ged yat, daha geçdi.